Bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir. Bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmailov Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində bildirdi. Onun sözlərinə görə Azərbaycan və Gürcüstan ilk dəfə olaraq birlikdə media forum keçirir. Bu, tarixdən güc alan əməkdaşlığın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından hər iki ölkənin media mühitinə ciddi töhfə verəcək. Forum ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən mövzuya, ictimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusuna həsr olunmuşdur. Məlumdur ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformaların genişlənməsi və informasiya axının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür. Gürcüstanın Post TV teleşirkətinin analitik qrupunun rəhbəri Giya Abaşidze jurnalistlərə müsahibəsində vurğuladı ki, xarici kütləvi informasiya vasitələrində Gürcüstan hakimiyyətinə qarşı müxtəlif ittihamlar yer alır. Bu səbəbdən Gürcüstan və Azərbaycan hibrid müharibələrə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq etməlidir. Sbliżenie media organizacji Azərbaycana və Gruziya Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələr strateji tərəfdaşdır və çoxsaylı birgə təşəbbüslər həyata keçirir. Media daim yenilənməyə, yeni resurslara və inkişafa ehtiyacı olan canlı orqanizmdir. Buna görə də Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə vacibdir. Hər iki ölkədə jurnalistlərin fəal şəkildə mübadilə apara biləcəyi böyük peşəkar təcrübə toplanıb. Hazırki forum media sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolunda mühüm addımdır və gündəlik peşəkar qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Gürcüstan İctimai Televiziyasının Rəngarək Gürcüstan layihəsinin rəhbəri Ramilya Əliyeva jurnalistlərə müsahibəsində bildirdi ki, Gürcüstan Azərbaycanın müasir media ideyalarına maraq göstərir. Onun sözlərinə görə hər iki ölkənin qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün böyük potensialı var. Azərbaycanın müasir media həlləri Gürcü həmkarları üçün faydalı ola bilər. Eyni zamanda Gürcüstanın media layihələri də Azərbaycanda səmərəli şəkildə tədqiq edilə bilər. Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələr strateji tərəfdaşdır və çoxsaylı birgə təşəbbüslər həyata keçirir. Media daim yenilənməyə, yeni resurslara və inkişafa ehtiyacı olan canlı orqanizmdir. Buna görə də Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə vacibdir. Hər iki ölkədə jurnalistlərin fəal şəkildə mübadilə apara biləcəyi böyük peşəkar təcrübə toplanıb. Hazırki forum media sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolunda mühüm addımdır və gündəlik peşəkar qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verəcək. İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusunda Azərbaycan-Gürcüstan Media Forumunda keçirilən panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.